Teşekkür ederim. Hörmətli xanım Sədir, öncə hörmətli milletvekilləri, hörmətli hökumət nümayəndələri və media təmsilçiləri, öncə büdcəni dəstəklədiyimi bildirirəm və bununla yanaşı büdcə layihəsində media resurslarının dövlət büdcəsindən dəstəklənməsi həm informasiya təhlükəsizliyi, həm də reklam bazarı ilə bağlı ümumi şəkildə bir neçə məqama dikkat çekmek istedim. Müasir informasiya mühitində televiziya və radio cəmiyyətin ən etibarlı informasiya mənbələri olaraq qalmaqdadır. Lakin son illər bu sahənin iqtisadi dayanıqlı müəyyən qədər sınaq qarşısında qalıb. Xüsusilə reklam bazarındakı qeyri-bərabər rəqabət televiziya və radio sektoru üçün müəyyən çətinliklər yaradır. Hazırda bu sahədə narahatlıq doğuran məsələlərdən biri də rəqəmsal platformaların, xüsusilə də TikTok, Meta, Google və digər resursların reklam bazarını faktiki olaraq ələ keçirmələri ilə bağlıdır. Nəticədə yerli TV və radioların gəlirləri azalır, çünki reklam büdcələri həmin rəqəmsal platformalar üzərindən xaricə gedir, xərclər artır. Ona görə ki, televiziya və radio virtual məkan deyil, real infrastrukturdur. Belə davam etdiyi təqdirdə təbii ki, mövcud qurumların maliyyə çətinlikləri bir neçə ildən sonra kəskinləşə və yerli informasiya məkanının qorunması üçün əlavə dövlət dəstəyinə ehtiyac qala bilər. Bu isə təbii ki, birinci növbədə büdcə üçün əlavə yük yaradır və eyni zamanda informasiya təhlükəsizliyi və yerli informasiya məkanının qorunması ilə bağlı müəyyən problemlərin ortaya çıxmasına zəmin yaradır. Qeyd edim ki, hər il xarici platformalar üzərindən Azərbaycandan kənara milyonlarla vəsait çıxır. Bunun qarşılığında isə həmin platformalar Azərbaycan büdcəsinə vergi ödəmir, yerli lisenziya almır, yerli işçi çalışdırmır, yerli kontent istehsal etmir, amma reklam gəlirlərinin əhəmiyyətli hissəsinə sahiblənirlər. Peşəkar media ölkəmizin sərhədləri çərçivəsində real iqtisadi yük və öhdəlik daşıyan təsisatdır. Xarici rəqəmsal platformaların isə belə bir yükü və öhdəliyi yoxdur. Televiziyalar və radioların əmək haqqı fondu, elektrik enerjisi, texniki yayım, studiya və avadanlıq xərcləri real xərclərdir. Amma rəqəmsal platformalarda və xarici rəqəmsal platformalarda isə bu xərclərin əhəmiyyətli hissəsi demək olar ki, tələb olunmur. Bu isə mahiyyət etibarilə ədalətli rəqabətə yol açmır. Bununla bağlı beynəlxalq təcrübədə müraciət etsək, zənnimcə mənzərə daha da aydınlaşır. Yəni, dövlət büdcəsinin üzərinə yük düşməsin deyə bu istiqamətə dəstəyin verilməsi üçün bir sıra məqamlara da aydınlıq gətirmək istəyirəm. Avstraliyada 2021-ci ildə xəbər mediası və rəqəmsal platformalar üçün məcburi sövdələşmə adlı qanun qəbul edilib. Qanunun əsas məqsədi media qurumları ilə böyük rəqəmsal platformalar, xüsusilə də Google və Meta arasında iqtisadi bərabərliyi təmin etməkdən ibarətdir. Nəticədə Google və Meta xəbər mediasına ödəniş etməyə məcbur edilib. Fransada dövlət reklam kvotası var. Yəni, Türkiyədə hər kəsin bildiyi kimi yenə də media üçün vergi və reklam dəstəyi tətbiq olunur. 2019-cu ildən Cumhurbaşqanlığı strateji reklam təlimatı prinsiplərinə əsasən həyata keçirilir. Cənubi Koreyada rəqəmsal platforma vergisi tətbiq olunur. Bu ölkədə rəqəmsal xidmətlər vergisi qanununa əsasən 2020-ci ildən Google, Meta kimi şirkətlərə rəqəmsal vergi tətbiq olunmaqdadır. Əldə edilən gəlir isə yerli media fondlarına yönəldilir. Baxımdan qənaətimə görə məhz bu istiqamətdə təbii ki, reklam bazarının qorunması istiqamətində addımların atılması da indiki şəraitdə zəruridir və bu məqamları da hökumətin diqqətinə çatdırmaq istəyirəm. Eyni zamanda məlum olduğu kimi media resurslarının bir hissəsinə vergi güzəştlərinin tətbiqi var. Yəni, nəticə etibarilə burada paralellik və bərabərliyin qorunmasına ehtiyac var. Eyni yanaşma televiziya və radiolara münasibətdə də sərgilənsə doğru olar. Nəticə etibarilə hər ikisi də informasiya mühitinin tərkib hissəsidir. Eyni zamanda qənaətimə görə xarici rəqəmsal platformalar ədalətli vergiyə və öhdəliklərə cəlb olunmalıdır. Yerli medianın qorunması və bərabər rəqabət təmin etmək üçün xarici rəqəmsal platformalara rəqəmsal reklam vergisi tətbiq olunmalı. TikTok, Meta, Google və digər qlobal resurslar qarşısında yerli təsisçilik və nümayəndəlik, yerli server, təmsilçilik açmaq öhdəliyi qoyulmalı. Onlardan uşaq deməli, kontent qaydalarına riayət edilməsi eyni zamanda tələb olunmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sağ olun.